Bax buna Çünki necə baxırsan? Allah Bax məni alladır pis, yoxsa yox? çox pis, çox pis. Əgər kişi xeyli alsan sən, Allah sənə iki əl, iki ayaq veribsə, gedib daş daşıyıb ailəni saxlaya bilərsən. Sən də kişisən, Sərxan bəy də məsəl üçün kişi xeylağatda. Sən niyə çıxıb ona yalvarırsan? Mən bunu qadın olaraq inanın ki, çox pis baxıram da, yəni qəbul edə bilmirəm. Cavab ver ha. Bacım bu dəqiqə vallahi deyir sizə düzdür. Allah razı olsun sizdən Get də Allah qardaş işdə köməyinizi də götürsün. Allah sənə əl İşləyirəm verib, ayaq vallahi verib, bu dəqiqə. Allah düşüncə verib. Get işdə də daş ailəni saxla. Niyə sən Sağ ol, çətin başa vəziyyətdə düşürəm. durub burada Mən eləyirik yalvarırsan? də vallahi. 15 dəqiqədir yalvarırsan, yəni mən qəbul edə bilmirəm bunu. Sağ ol, Allah köməyin olsun. İş yoxdur ki, da fəhləli işidir O ancaq. resept nədir, onun mahiyyəti Neyniyək? nədir? Uzaq başı 50 manat, 100 manatdır da. Sən niyə onu qazanıb eləyə bilmirsən? Vallahi Quran haqqı gündəlik olan işdir xanım. Allah haqqı biz indi Olsun da gündəliklə gündəlik. hökumət işi deyil ki, deyəm ki, hə, hökumət bu- işidir. Keçən dəfə Sərxan bəy bir qız çıxmışdı, bir xanım onun skalyoz xəstəliyi. O qədər ağlamışdım mən, onun çarəsizdir. Yardım ona düşür. Siz o xanımların, o çətin vəziyyətdə olan insanların niyə haqqına girirsiniz? Axı siz onu qazana bilərsiniz. Niyə Allah girirsiniz? köməklər olsun. Allah Onların cəmi haqqına? şeyləri, Qoy onlara kömək eləsin də Sərxan bəy. İnsanı niyə yorursunuz belə? Niyə insanı usandırırsınız? O qədər Allahın adını çəkir, o qədər yalvarır ki, adam da Yo, vallahi Quran haqqı. Yəni yalan danışası olsaydım mən yenə də deyirəm, heç bunları mən deyiləməzdim. Sağ olsun. Qardaşım sən gedib qazana bilərsən də. Necə şikəst insanlar necə durub qazanır? Yəni bir onların bir YouTube doludur da, bir bax gör YouTube doludur da, bir bax gör YouTube doludur da, bir bax gör verib get qazan da. Sən niyə gəlib yalvarsan? Öz həmcinsindir. Baxıram, sən də kişi xeylalsan. Niyə yalvarırsan? Necə baxıram, bilirsən? mən hər gün ki bu yayımdayam, izləyirəm. Allah köməklərində dursun. Allah razı olsun. Baxıram. Axı səndən Fəhlə çox işi bu ehtiyacı dəqiqə, elə olanlar bir var. sizin də- Ona qoy elə bir- kömək eləsin. Elə bir vaxt Baxın, mən olar sizə bir şey çağırarsınız, deyim. hardasa Bir şey deyim olar, sizə, mən gəlib çox sizin danışmaq qapıda da istəmirəm, yayının işləyərəm. vaxtını Mən almaq fəhləyəm. istəmirəm. Yayının vaxtına, kirayə də elə bir şeydir ki, hər ay o kirayəni verməlisən. Sən yemək yeyirsən, çıxırsan vallahi. produkta Aha, görə yalvarırlar. Produktu yeyirsən, acırsan təzədən. Yəni bu insan necə eləsin? Sizin qarnınızı doyursun, kirayənizi versin, yoxsa xəstəliyini bu da çıxıb öz missiyasını yerinə yetirdi. Allah qarşısında savab qazanır. İmkan Niyə vermirlər də. usandırırsınız? Deyirəm, Mən- vacib məsələlər var ki, eləmək Allah lazımdır. Mən köməyində başa dursun. düşmürəm. Allah köməyində dursun. Allah buradakı Gəlib qardaş bir bacıların da saatdır köməyində burada dursun. məni Sağ ol. vəlvəliyə saldısan. Allah Yarısı deyir ruhlarını eləmə, yarısı deyir elə. Mən ona görə 5 dəqiqə Sərxan bəy, salacağam. Allah sizə kömək olsun. Allah sizə səbr versin. Sağ olsun. Və Allah Sağ da olsun. sizin Sağ mərdimazardan olsun. qorusun. Eləyənlər də sağ olsun, eləməyənlər də sağ olsun. Sağ ol, Sevil xanım. Çox sağ Bax, olun. çox Allah Allah hamının sizdən razı rızqını versin. Allah Sağ ol. min bərəkət versin. Qoy baxım Türk qadınım, xalqına gəlir. Sərxan qadın. Baxım qadınım, baxım. Bax get. Nə bilim qardaşlar. Mənə xoşdur ki, vallahi. Buyur sən danış yuxarıdaş. Salamünaleyküm, axşamınız xeyir, necəsiz? Şifa qoysun, necəsən? Sağ olun qardaş. Özüm Lənkəranlıyam, metalla məşğulam, dəmir yığıram, kasıb oğlanım. Da and içməyə burada xoşum gəlmir, and içim. 1300 manata ev iki ehtiyacım var. Özümə dəmir maşını alacağam. Lənkəran Şabanəbədi kəndindənəm. Məni tanıyanlar da tanıyır. Atasız, anasız uşağam. Bir evladım var. Təzə evlənmişəm. Bir qızım var. İmkanım yoxdur. Prosto dəmir maşını alım özümə. Özüm Allah metal. şəfanı versin qardaş. Sağ ol qardaş. Allah köməyin olsun. Öpürüm, sağ olasın. Allah şəfanı versin. Qardaş yalvarır, siz də burada baxırsınız. Biriniz yazırsınız ki, yazıqdır, biriniz yazırsınız çıxart. 5 dəqiqədə o vaxt ona ayırıram ki, 5 dəqiqədən sonra heç kimin sualı qalmır. Buna ya pul gələcək, ya gəlməyəcək. Nə sənin üzə burada günahın var, nə bizim, nə sizin. Bu vaxt budur. Mən bilmirəm ki, kimə palojnadır, kimə palojna deyil. Bu qədər dil kökür. Bunlar belədir də, başladı. Bunlar belədir.